Köhnələr. İstəyirəm sizə bu bitki haqqında bir məlumat verim. Bu bitkinin adı qulançadır bizim öz dilimizdə. Rus dilində sparja, ingilis dilində asparagus. Bu çox xeyirli bitkidir ya, mən sizə deyim. Mən çox maraqlıdır görəsən bu Abşeron yarımadasında bunu niyə yetişdirən yoxdur. Sizə deyim ki, ucuzdur da öyrə. Bax, bir dənə bu dəstəni mən 6 manata almışam. Başa düşürsünüz, görürsünüz nə qədər bahalı bir şeydir. Özdə bütün restoranlarda bu istifadə olunur. Bunun faydalarını nə qədər istəyirsiniz saymaq olar. Bax, bunun tərkibində olan A vitamini sizin boyunuzun ucalmasında çox böyük bir rolu var. Tərkibində olan Y vitamini insanın immunitetində, yəni müqavimətində, xəstəliklərə müqavimətdə çox böyük bir rolu var. Bunun tərkibində K vitamini sizin zeyninizi inkişaf elətdirir. B qrup vitaminlər sizin əsəblərinizi sakit edir. Həm də bunun tərkibində küllü miqdarda prebiotiklar var. O da sizin mədə bağırsaq sisteminiz üçün pramoy mərcundur da, dərmandır. Başa düşürsünüz. Sonra mən sizə deyim, bax, bunun tərkibində çox sayılı selüloza var. Selüloza yəni kletçatka. Yəni bunu yeyirsiniz, bu demək olar ki, şotka kimi sizin bütün bağırsaq sisteminizi təmizləyir. Bir də bunun əsas faydalarından biri birbaşa kişilərə aiddir. Yəni bax, deyim də sizə indi aydın məsələdir ki, 40-dan sonra kişilərdə problemlər yaşanılır da. İndi insan başlayır qocalmağa. 40-dan sonra kişilər bax bundan yeyin, sözsüz ki, yəni aktiv həyat tərzidə aparın, içki içməyin, siqaret çəkməyin. Həm də bundan yeyin, onun nəticəsini görəcəksiniz. İndi də mən bir dənə qəşəng bir yemək hazırlayacağım bundan. Səhər-səhər bir ləzzətli səhər yeməyi. Baxın. Birincisi yağımızı atırıq tavaya. Bax, belə manqalda qəşəng bir dənə bax belə yağ ərisin. Sonra atırıq tavaya, bax belə ləzzətli soğanı. Qoruruq onu ki, ölçsün soğan. Sonra qulançamızı da atırıq tavaya. Yavaş-yavaş baxırıq ona, görürük ki, qızarır. Mən hələ biraz acı istiyot da əlavə edirəm bura. Onda lap ləzzətli olur. Biraz da doğranmış sərmisaq. Bəh. Artıq iynə eşitdim. Biraz da belə duz vurayım ona, azca. Yumurtaları da tökdü içinə. Baxın. Bu cürünə gözəllik yavaş-yavaş yaranır. Baxın. Nəticədə bu cürünə bir dənə belə ləzzətli, bir dənə belə gözəllik alındı səhər-səhər. Bu qədər. Sabahınız xeyir olsun, qəlbdən qəlbə. Deyirəm, lap əsas şey yadımdan çıxdı. Bir dənə buna baxın. Bunsuz necə olar? Manqalda qızmış çörək. Bir də ki, sonda bunun üstünə bir çimdik, lap azca. Azca belə bir çimdik də ki, cəfəri, yəni petruşka. İndi qəlbdən qəlbə.